Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mircəlal küçəsindən demək yoldan hardasa 60-70 metr məsafədə bina altında bir ofisimiz arendaya verilir, kiraya verilir. Yolu məsafəni göstərirəm. Baxın, bax bu yoldur. Görürsünüz, maşınlar keçir. Məsafəni göstərirəm, diqqətlə baxın. Ofis 102 kvadratdır. İndi ətraflı çəkəcəm, 2 girişi var. Tədris mərkəzi üçün yararlıdır, əlverişlidir. Bax, belə gedirik binaların. Çox deyil, 60-70 metr məsafədə, 1 dəqiqəlik məsafədədir. Kalval elə bir market var, onun yanına içəri girəndə Kalva market. Buradan bax, gəlirik, görürsünüz. 9 mərtəbə bina, düz binanın qabağına bax, yolun qabağına baxır, yol qabağıdır. İndi bax, buradan qalxırıq, yuxarı. Qalxdıq. Tədris mərkəzinə ən əlverişli bir, həm də ayrıca bir ofis kimi də götürüb istifadə etmək olar. Hal-hazırda buradan daxil oluruq içəri. Gördüyünüz kimi döşəməsi parketdir. 102 kvadratdır. Burası sanuzeli, sanitar qovşağıdır, gördüyünüz kimi. Aboyları ola bilsin ki, obyektin yiyəsi özü dəyişib verə bilər, ya indi götürən adam öz zövqünə uyğun eləyə bilər. Bura mətbəx hissəsidir. Yenə də buradanı başqa bir formada istifadə eləmək mümkündür. Bölüb mətbəxə ayrıca ayırmaq olar belə. Burada da ayrıca bir otaq kimi istifadə etmək olar. Genişdir, yəni əlverişlidir. Burada böyük bir otaqdır. Yenə qeyd edirəm, tədris mərkəzinə ofis kimi götürməyə əlverişlidir. Buradan da bir girişi var. Göstərək. 2 girişi var. Binanın arxasında da girişi var. Ətraflı məlumatı verim. Buradan yuxarı qalxmasın. Lifti. Burada da maşınları var, görürsünüz. Binanda ən arxa tərəfdə 2 girişi var. Bir evin binanın qabağından, bir də arxasından. Maşınlar da saxlanılır burada, gördüyünüz kimi. Hörmətli izləyicilər, Mircəlal küçəsindən yoldan 60-70 metr məsafədə ofis üçün, tədris mərkəzi üçün yararlı bir ofisdir, kirayə verilir. Gördüyünüz kimi genişli 102 kvadratlı cəmi. Bir də ətrafı çəkirəm. Bir dənə burada boylar zaten dəyişib, zövqə uyğun düzəltmək lazımdır. Lazım olsa sahibi də bunu, yəni düzəliş verə bilər. Elə bir ciddi bir şey yoxdur. Hörmətli izləyicilər, qiyməti nəzərinizə çatdırın. 1700-dür, amma aşağı danışıq yeri olacaq. Gəlib özünüz kim istəyəcək, kimə maraqlı olsa, əlverişli olsa, gəlib özləri danışa bilərlər sahibi ilə, birbaşa. Özləri söhbət eləsinlər. 1700 manat yenə də danışıq yeri olacaq. Sahibi son sözünün sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Abunə olmağı unutmayın, bəyənməyi də unutmayın.